Herkese selamlar. Bugün konağım Diana Hanım'dır. Bizim Master Koçlardan. Diana'nı selamlayırıq. İzleyen herkese salamlayıram. Bugün burada tecrübelerimi bölüşeceğime göre çok xoşbəxtəm. Əla. Eşidirik sizi. Nələr qazandınız Master Koç ərzində? Əsas məsələ, nə vaxt qatılmışdınız? Sertifikatı almısınızmı? Hansı prosesdəsiz indi? Aha, mən Master Coach-a iyun ayında başlamışdım və hələ ki sertifikatımı almasam belə bir çox şeylər qazanmışam, çox təcrübə toplamışam. Həm öz həyatımda, həm iş həyatımda çox şeylər dəyişib. İlk, yəni başlanğıc olaraq belə bir şey oldu ki, yeni bir çevrə tanıdım. Yəni yeni insanlar, davamlı inkişafda olan şəxslərlə bir yerdə olmaq, yəni çox gözəl bir şeydir, çox dəyərlidir. Və üstəlik də onlarla fərdi şəkildə işləmək, ım, həmçinin də hər hansı bir durum yaşadıqda çatda bunu rahatlıqla bölüşmək özü də çox dəyərlidir. Yəni bu özü belə, yəni hətta təlimi qoysaq deyək ki, bir kənara məsələn, sadəcə həmin o çatdakı dəstək belə o qədər şey qazandırır ki bizə və həmçinin də seanslar. Ə, Yəni önəmli dəyişikliklərdən biri budur. Və ümumi olaraq belə bir şey də deyə bilərəm ki, Master Coach mənə çox-çox fərqliliklər qazandırıb, çox şeylər dəyişib. Yəni daxili aləmimdə, davranışlarımda, biznesə olan yanaşmamda, münasibətlərə, hər şeyə, yəni. Ə, Əlavə olaraq isə düzü biraz həyəcanlı olduğum üçün qeydlərimi unutdum. Amma Sizin neçə bir də belə yaşınız bir var şey deyə idi? bilərəm ki, necə? Yaşınızı deyirsiniz, o maraqlıdır. Aha. 19 yaşında qatılmışdım. Hal-hazırda 20 yaşındayam. Hı. Bildiyim qədərilə Master Coach-da ən gənc iştirakçı mənəm hal-hazırda. Bu da ayrıca bir şeydir mənə görə. Yəni çox maraqlıdır, çox maraqlı bir təcrübədir. Və ümumiyyətlə, yəni bir ildən çoxdur ki, sizinlə davamlı şəkildə işləyirəm. Webinarlardan başlamışdım. Daha sonra Çəhrayı Maşın təlimi, Alov Şəhzadə, Biz Klub və bu şəkildə davam elədim. Və belə bir şey də demək istəyirəm geri gəlmişkən. Əgər məni dinləyən, Master Coach-a gəlmək istəyənlər varsa, bəzən şəxsən mənə belə suallar gəlirdi. Yəni bildikləri üçün ki, mən ora qatılmışam. Deyirdilər ki, birbaşa ora qatılsam, digər təlimlərə ehtiyac var, yoxsa yox. Şəxsi təcrübəmə görə belə deyə bilərəm ki, xüsusən də Çəhrayı Maşın təlimi çox önəmli bir yer daşıyır. Həm öz həyatımda bir çox şeyin fərqinə varmağım, dəyişməyim, qəbullanmağım üçün, daha çox nəticə əldə etməyim üçün. Ona görə ilk oradan başlamaq, daha sonra Master Coach-a qatılmaq çox daha yaxşı bir nəticə verəcək deyə düşünürəm onlara. Eyni şəkildə digər təlimlərdə zaten hər birinin öz yeri var sizin təlimlərinizin, hərəsinin qatdığı dəyərlər tamamilə fərqlidir. Bir də mən nəticələrimdən əsas bir şey demək istəyirəm. 2024-də, yəni keçən il, daha doğrusu 2025-də mən daha çox davamlı sanki uşaq pozisiyasından yanaşırdım çox şeyə. Master Coach-a qatılmazdan əvvəl təbii ki, bu daha çox idi. Yəni daha çox şeyləri anlamırdım, bəzən fərqinə vara bilmirdim və ya sözdə deyirdim ki, hə anlayıram, fərqindəyəm, amma realda baxanda görürsən ki, bir dəyişim yoxdur. Yəni sizin bir sözünüz var, həmişə mən bunu xatırlayıram və həyatımda davamlı tətbiq edirəm. Ə, Ətrafınıza bir baxın, nələr yaratmısınız, reallığınızda nələr var. Mən buna baxanda görmüşdüm ki, sadəcə illüziya yaratmışammış və bu Master Coach-a qoşulana qədər davam eləyirdi. Amma ora qatıldıqdan sonra elə ilk zamanlardan mən bu illüziyaları yavaş-yavaş görməyə başladım. Nələri səhv eləyirəmmiş, nələri daha yetər qədər eləmirəmmiş. Yəni yetərsizlikdən yox, sadəcə olaraq, yəni belə deyim də reallığı daha çox görə bildim. Və bu şəkildə Master Coach-un mənə qatdığı ən dəyərli şeylərdən biri məhz bu oldu ki, artıq uşaq illüziyalarından böyük ölçüdə çıxdım, daha çox reallığı görə bilirəm və daha yetkin strategiyaları ilə addımlayıram bu il ərzində artıq. Yəni belə bir dəyişim var mənim üçün ən dəyərlərindən biri. Belə. Mənim özümün 19 yaşım olanda hələ YouTube-da qurdalanırdım. Baxırdım, baxmağa çalışırdım ki, orada mən nə tapa bilərəm ödənişsiz. Sonra əsəbləşirdim. Daha çox mənə maraqlı idi. Ə, Əyləncə vloqlarına baxmaq, amma çox zaman, hətta xatırlayıram, indi də izləyirəm o həmin adamları, kimləri ki 19 yaşımda izləyirdim.
Ə, İki nəfər var idi. Həyat tərzlərini elə qurmuşdular ki, söhbət nə vaxtdan 10 ildən gedir də. Mənim 29 yaşım var. O vaxtlar baxırdım və əsəbləşirdim onlara baxdıqca. Onlar öz həyat tərzlərini çəkirdilər. Kameranı sadəcə belə tuturdular. Bütün günü həyat tərzlərini Hı çəkirdilər, hı. vloqlar kimi. Mən onlara baxırdım, başa düşmürdüm ki, onlar həyatlarını necə belə qurublar və davamlı asıllıq şəklində baxırdım. Yəni dəhşət çox videolar, indi də çox paylaşırlar. Davamlı ard-arda baxırdım. Və bir şey çıxara bilmirdim. Çox zamanda pirat kurslar axtarırdım. Qatılmaq istəyəndə. Pirat da nədir? Pirat ödənişsizdir. Prosta e-mail yazırsan, yükləyirsən. Ödənişli bir şeyi çox Hı hı. çirkin versiyada, belə deyirlər, yükləyə bilirsən nömrəvi vermək şərti ilə. Ə, Belə işlərlə məşğul idim daha çox və o vaxtlar məsələn mama mənə deyəndə ki, psixoloqla işləyə bilərsən, öz üzərində çalışa bilərsən, mən çox əsəbləşirdim. Ə, Başa düşmürdüm ki, nəyə lazımdır bunlar və s. və s. Plus həmin yaşlarda mən Instagram təzə-təzə var idi da belə deyərlər. Hı Çiçək böcək şəkli qoyurdu insanlar daha çox təzə-təzə çıxmışdı deyə Instagram. Danışıram, söhbət gedir 2012-2013-cü illərdən, 2011-də yayılmışdı Instagram. Hə, mən o vaxtlar şəkillər qoyurdum və belə deyərlər də biznes səhifələri açırdım, amma alınmırdı. Maksimum yıla bildiyim izləyici sayı nə qədər olmuşdu? 400 neçəsi olmuşdu. İndi mən sizdən soruşuram, necə oldu ki, ümumiyyətlə özünü inkişafa başladınız? Hansı yaşda başladınız? Necə olur ümumiyyətlə bu yaşda mənim özümə belə maraqlıdır ki, necə olur ki, mənim özümə maraqlıdır. 14 yaşında belə tələbəm olub digər təlimlərdə. hı. Master Coach-da siz ən gəncsiz, amma digər proqramlarda 14 yaşında belə olub. Amma heç vaxt soruşmaq şansım olmayıb ki, necə olur ki, insan bu yaşda ümumiyyətlə qərar verir? Necə olur ki, bu yaşda sizin uca səhifəniz var, kəşfiyyata düşürsüz, mənim də qabağıma tez-tez çıxırsınız falan. Bu necə olur ümumiyyətlə? O qərar hardan başlayır? Niyə başlayır? Niyə insan belə bir şey eləsin ki, gənc yaşında və s. Aha, bu çox maraqlıdır. Mənə görə yəni maraqlı hekayələrimdən biridir. Əslində həmişə mənə maraqlı idi. Əvvəllər mən də çox videolar izləmirdim. Daha çox Google-da bir şeylər araşdırırdım. Sağlam həyat tərzi ilə bağlı və s. Daha sonra da şəxsi inkişafla maraqlanmağa başladım. Əslində mən məktəb yaşlarımdan, yəni 16-17 yaşlarımdan da coachluq haqqında eşitmişdim. Yəni türklərdən daha çox yaşam koçu olaraq televizorda görürdüm ki, onlar maraqlı şəkildə danışırlar və mən də heç vaxt düşünməmişəm ki, hardasa universitetdə oxuyum, ali təhsil alım, müəllim olum ya da başqa bir sahədə çalışım. Belə bir xarakterim var. Bilirdim ki, təbiətimə uyğun deyil. Qısaca bir şey də deyim ki, burada olmağın, yəni məni sevindirən tərəflərindən biri də odur ki, mən öz təbiətimdən çıxmadan, öz təbiətimə, xarakterimə uyğun şəkildə işimi qura bilmişəm. Üstəlik də siz də zaten bizə bunu aşılayırsınız hər zaman. Sizdə çox sevdiyim xüsusiyyətlərdən biri də məhz budur. Yəni özümüzü sıxmadan, nəyisə məcbur eləmədən, necə rahatlısa elə davam edə bilirik. Yəni çox gözəl bir şeydir. Və o zamanlar mən Türkiyədə bəzi saytlarla maraqlanırdım ki, yaşam koçluğu kursları var idi, amma çox güvənə bilməmişdim. Ə, Güvənə bilməmişdim və mən məyus olmuşdum ki, niyə görəsən Azərbaycanda yoxdur. Ə, Yəni ümumiyyətlə heç Azərbaycanda koçların mövcudluğundan belə xəbərim yox idi. Sadəcə mən hesab aparırdım və çox üzülürdüm. Və yəni 16-17 yaşlarımda. Daha sonra 18 yaşımda qarşıma başqa bir koç çıxdı, hansı ki onun podkastlarını dinlədikcə həyatla bağlı bir çox şeyin fərqinə vardım. Əsasda yaşadığımız istənilən bir durumun, istənilən bir məsələnin səbəbinin şüuraltı ilə bağlı olması, valideynlər və s. Və bu mənim məntiqimə çox uyğun gəldi. Və düşündüm ki, yəni necə də maraqlıdır bunu anlamaq, bunu çözmək. Çünki təbiətimdə də belə bir şey var ki, hər şeyin səbəbini öyrənmək istəyirəm. Nəyə görə olur, necə çözmək olar. Belə-belə orada təlimlərlə başladım bir müddət, bir neçə ay davam elədim. Və keçən il hardasa sentyabr, oktyabr aylarında da sizin vebinarlarınız qarşıma çıxdı. Bir şey də deyim. Əvvəllər də sizi görürdüm əslində. Səhifəniz həmişə qarşıma çıxırdı, amma həmin zamanlarda nə vaxt sizin səhifənizə daxil olsam, heç nə anlaya bilməyib çıxırdım. Çünki indi görə bilirəm ki, böyük ehtimalla o zamanlar hazır değildim, ona görə anlaya bilməmişdim. Yavaş-yavaş sizin vebinarlarınıza qatılmaqla gördüm ki, sizin dediklərinizə mənim məntiqimə uyğun gəlir, dəyərlərimiz üst-üstə düşür, hətta xarakterinizi də görə bilirəm ki,
Yəni özümə yaxın hiss etdiyim şeylər çoxdur. Belə-belə yavaş-yavaş başladım bir neçə ay və düzü keçən il, hə, yanvar ayında idi səhv eləmirəmsə, Çəhrayı maşın təlimi başlayanda da mən qatıldım. Yəni qısacası başlanğıc belə oldu ki, mənim zaten marağım var idi. Hər hansı bir şəkildə şəxsinkişafla məşğul olmaq, özümü tapmaq, terapiyalar. Həmişə deyirdim ki, mən böyüyəndə necəsə fərqi yoxdur, psixoloq ya başqa bir şəkildə terapiyalar alacağam. Heç necə eləyəcəyimi bilməsəm belə marağım var idi yəni bu sahəyə və sizləri tapmağımda çox yaxşı yerinə düşdü və onu da deyə bilərəm ki, coaching elə dəyərlidir ki, mənə görə. Yəni hal-hazırda hələ ki psixoloqla işləməyi düşünmürəm. Coachingin özü ilə belə demək olar istənilən bir şeyi dəyişmək, istədiyin nəticəni almaq mümkündür. Bu məni çox sevindirir. Və bu şəkildə sizin təlimləriniz də davam elədikcə, ümumiyyətlə mən sosial olmayan bir insan idim. Çox utancaq, çəkingən, özünü gizlədən. Amma sizin təlimlərdə yeni çevrə tapdıqca, bəzi rəfiqələrim də oldu, indiyə qədər də davam edirik onlarla. Daha çox sosiallaşdım və özümə qayıtdım. Sizin də dediyiniz kimi biz nəyisə dönüşdürmürük də özümüzü. Sadəcə özümüzdə olanı tapırıq, özümüzə qayıdırıq. Mən də bunu yaşadım və davam edirəm yenə də. Hə. Yəni bu şəkildə Bəs əgər səhifəni siz aha, 18 nə vaxt açmışdınız bu ə, səhifəmi baxanda? 17 yaşımda açmışdım. Hı. 17 yaşımda açmışdım. Əvvəl onlayn işim var idi. O şəkildə başlamışdım yəni. Hı hı. Daha sonra da coachluqla davam elədim. Mənə bayaqdan məsələn suallar gəlir, anonim suallardan. Hı -hı. Yazırlar ki, mən Telegram, sizin deyəsən Telegramınız da var, podkastlar Aha, yazırsınız. bəli. Məsələn, deyirlər ki, mən Telegram açsam, qorxuram, orada nə paylaşacağam və s. və s. O ideyalar sizə hardan gəlir, bəs podkastlar və s. yazmağa? Aha. Bu da elə nəticələrimdən biridir. Düzü, həmişədən məndə belə bir şeylər var idi. Yəni nəsə bir şeylər düşünürdüm, ideyalar gəlirdi. Amma özlərimlə işlədikcə yaradıcılığım daha da artmağa başladı və demək olar hər gün mənə nəsə ideyalar gəlir. Daha çox da işimlə bağlı və artıq bunları da sistemləşdirmək üzrəyəm. Bir yol çizmişəm özümə ki, necə davam edəcəm, bu ideyaları necə istifadə edəcəm. Məsələn, çox insan, elə Master Coach-un özündə də görürəm, müzakirə edəndə, çox insana Instagram daha rahat gəlir. Amma məsələn, mənə Telegram daha rahatdır. Özümü daha rahat ifadə edə bilirəm orada. Podkastlarda və ya digər mətn şəklində deyək ki, paylaşımlar eləməkdir. Yəni çox maraqlıdır. Düzü tam belə dəqiq deyə bilməyəcəm, amma davamlı mənə orada paylaşmağa ideyalar gəlir avtomatik olaraq. Hansı mövzuda danışacağam, nələri izah eləyəcəm. Hətta podkastı necə irəlilədəcəyimi belə mən beynimdə qururam. Onlara belə kiçik layihələr kimi baxıram. Yəni bu prosesi də çox sevirəm ümumiyyətlə. Podkastlar paylaşmaq, kontentlər yazmaq və daha sonra oradan paylaşımları Instagramda eləyirəm daha çox. Okay, bayaq mənə bir sual daha gəlib. Gənc olduğunuz üçün bu sualları sizə verirəm. Çünki çox adam belə sualları yaxşı daha böyük olmasa məndən soruşmurlar bu sualları birbaşa öz təcrübəmdən. Çünki düşünürlər ki, hə tapdım sualı. Düşünürlər ki, mənim yaşım var, asandır bu yaşda və s. və s. ya da baxırlar ki, master coachların yaşı var və s. Əsas sual nədir? Belə bir sual var ki, mən bir biznes coach olmaq istəyirəm. Və bilirəm ki, master coachda olar bunu eləmək. Amma sadəcə 200 manatım varımdır. Belə başa düşdüm yazı tərzindən ki, çox gənc biridir. Mən yazıb ki, belə bir ilk addım ata bilmirəm. Mən istəyirəm bu sahədə karyera qurmağa başlayım və s. Bilmirəm ki, mən qalan pulları hardan tapacağam, ödəniş necə edəcəm, insanlar bunun ödənişini necə eləyirlər ümumiyyətlə, necə özlərinə yatırım eləyirlər, pulu hardan tapırlar və s. deyə uzun bir mesaj gəlib. Aha. Bu barədə nə məsləhət verə bilərsiniz? Ümumiyyətlə sizin özünüzün də müştəriləriniz var, çoxsu da gəncdir yəqin ki. Mən başlayanda belə bir düşüncə mənə gəlməmişdi ki, hardan tapacağam. Çünki yenə də siz sağ olun ki, webinarlarda hər yöndən zaten ödənişsiz olsa belə izah edirdiniz. Həm belə deyim də işə başlamaq olsun, başqa mövzular olsun. Buna görə həmin o tərəddüdüm demək olar ki, sonlanmışdı məndə. Heç vaxt belə narahat olmamışdım ki, deyək ki də master coach-a qoşulsam necə olacaq? Deyək ki, müəyyən qədər məbləğim var, onu verəcəm, sonra necə qazanacağam?
Çünki əminliyim var idi ki, zaten ilk dəfələrdən mən işləyib qazana biləcəm. Öncəliklə belə bir şey deyim. Özü də mənə də yazırlar şəxsidən Instagramda izləyənlər ki, sizi tanıyanlar və bilirlər ki, yəni mən həmin təlimə qatılmışam. Soruşurlar ki, bəs ödənişi necə tapdınız, necə elədiniz gənc yaşınızda? Ümumi şəkildə belə deyə bilərəm ki, siz zaten ödənişsizsə paylaşmısınız Master Coach-dan. Mən orada bütün videoları demək olar ki, izləmişəm, hətta təkrar-təkrar getmişəm və həmin zamanlardan bir ay ərzində mən yəni 100 manata yaxın, bəlkə də çox deyil, bilmirəm, hesablamamışam. Bir ay ərzində yəni bu qədər məbləğ qazanmışdım ödənişsiz hissədən hələ və müəyyən qədərini o şəkildə tamamlamışdım təlim üçün. Həm də digər tərəfdən digər təlimlərdə də var idim. Orada da pul və maddiyyat mövzularından daha çox danışırdıq. Mənə də bu maraqlı idi daha çox. Yəni bu şəkildə öyrəndikcə müəyyən qədər hərəkətə keçirdim, addımlar atırdım pul qazanmaq üçün. Nələri bilirəmsə, hansı təcrübələrim varsa, istər coachingdən olsun, istər başqa bir şeydən, əvvəlki işimlə bağlı da, onlardan təlimlər keçirdim. Müəyyən qədər insanlar artıq məni tanıyırdı, az kütlə olsa belə. Təsəvvür edin, bir 5-6 müştəri ilə işləmişdim, amma yəni bunu bacara bilmişdim. Yəni o dönəmdə çox da qurban roluna düşməmişdim ki, necə tapacağam, necə olacaq. Sadəcə hədəf kimi qoydum ki, mən master coach-a mütləq qoşulmalıyam. Çünki bu mənim xəyalımdır, özümü orada görürəm. Və onlar necə edə bilərlər, necə başlaya bilərlər? Deyək ki, orada yazdığı kimi də, deyək ki, 200 manat büdcəsi var. Necə başlaya bilər? Hal-hazırda məsələn mən indi olsam, deyək ki, heç master coach-a qatılmamışam. 200 manatla nə edərdim? Məsələn, müəyyən qədərini yatırardım, əgər ehtiyac varsa, yeni geyimlər almağa, daha çox belə vizuallığa önəm verməsi üçün. Müəyyən qədərini məsələn çəkiliş üçün bir şeylərə, hansı ki, deyək ki, tripod ola bilər və ya başqa bir şey. Müəyyən qədər də başqa bir şeylər hal-hazırda ağlıma gəlməsə də, bu şəkildə başlayardım yavaş-yavaş. Həyatda hansı təcrübələr yaşamışam, hansı problemləri həll eləmişəm, nələr öyrənmişəmsə, fərqi yoxdur hansı mövzu olur olsun. Başlayardım o haqda paylaşımlar eləməyə, xüsusən də Instagram üçün, istəyirsə YouTube üçün. Və zaten yəni az da olsa fərqi yoxdur, yəni hər kəsə fərqli olur. Az insan gəlsə belə müəyyən insanlar sizi tanıyacaq. Daha sonra isə buna uyğun müəyyən xidmətlər də çıxara bilər. O şəkildə başlaya bilər qazanmağa. Daha sonra isə qazandıqca bunu toplayaraq istəyirsə master coach-a qoşula bilər daha çoxunu öyrənmək üçün. Çünki yəni mentor dəstəyi olanda daha çox irəliləyə bilirik. Məsələn, mən əgər master coach-a qoşulmadan bunları eləsəydim, 10 ilimi bəlkə çəkərdi, bəlkə çox çəkərdi. Amma bu daha da sürətləndirir, özümüzü görə bilirik, səhvlərimizi görüb də dərs çıxara bilirik. Məni ən çox inkişaf elətdirən demək olar ki, bu olur ki, səhv elədikdə biraz üzülsəm belə yenə də təcrübə kimi baxıram və dərsimi çıxarıb daha sonra fərqli bir yol sınayıram. Hı. Yəni bu şəkildə yavaş-yavaş başlaya bilərlər. Əsas olan odur ki, qısacası düşünürəm ki, elə hiss edirəm ki, izləyənlər arasında bu təlimə xüsusən də qatılmaq istəyənlər çoxdur. Sizə cheat kod belə deyə bilərəm ki, sadəcə qurban rolunu qoyun kənara və çözümlərə fokuslanın. Mən belə eləmişdim şəxsən. Yəni yox alınmaz, çətindir, ay uzun prosesdir, məndə alınmaz. Belə düşüncələri qoyun kənara və daha çox düşünməyə başlayın ki, bəs mən necə eləyə bilərəm ki, bunu həll edeyim? Necə pul tapa bilərəm? Hardan başlaya bilərəm? Və həqiqətən istəklə başlasalar, bu şəkildə düşünsələr, o zaman əmin ola bilərlər ki, çözüm yolları qarşılarına çıxacaq. Hətta bunu mən izləyicilərimlə də tez-tez paylaşıram ki, problemlərə fokuslanmayın, daha çox çözüm yollarına fokuslanın. Ən azı bir dəfə sual verin ki, bunu necə həll edə bilərəm? Necə qazana bilərəm? Hansı yollar var? Yəni ideallaşdırmadan başlasınlar. Hı hı. Arzuda gələcək. Çox qəşəng, çox maraqlı. Mən ümumiyyətlə yenə də gənc insanları görəndə ki, onlarda həyata fərqli baxış bucağı var. Məsələn, mən əvvəllər 19-18 yaşında düşünürdüm ki, hamı mənə borcludur, kimsə mənə iş verməlidir, məndə əgər alınmırsa, deməli, ətrafımda hamı tupoydu. Belə düşüncələr var idi məndə. Bunlardan çıxmaq həqiqətən də mənim çox uzun zamanım aldı. Çünki bu ən önəmli hissədir. Buradan çıxandan sonrası çox sürətli gəlir, amma bu hissədə ilişib qalmaq adamı dəhşət yorur. Çünki
tam olaraq başa düşürsən ki, nəsə yolunda getmir, amma necə olsa yolunda gedər, o hissəyə belə baxmaq belə istəmirsən. O sualı vermək belə istəmirsən. Çünki o sualı verən kimi ki, necə olsa bəs düzələr və yaxud da mən nə etsəm bəs düzələr. Özüm xatırlayıram, mən o sualı deyəcəm indi 22 yaşımda. 22-23 belə arası. Mən o sualı o vaxtlarda ilk dəfə vermişdim və ilk dəfə doğru düzgün insanlar o vaxtlar qarşıma çıxmışdı, sırf özlərində daha dərin işləmək üçün. Ondan əvvəl də işləmişdim bir müddət, mən coachla və sair müntəzəm işləyirdim, amma bunlar çox ucuz xidmətlər idi. 10 manata tapırdım, 15 manata tapırdım, təkbətək iş üçün və s. Və bu mənə faydalı olmurdu bu şəkildə ilə sabotaj elədiyim zaman. Amma doğru düzgün həqiqətən özünə dəyər verən və s. coachları və s. mən tapmışdım 22 yaşımda. Nə vaxt ki bu sualı vermişdim o vaxtı. Amma təəssüf olsun ki 18, 19, 20 biraz da 21 daha çox əyləncəli keçib məndə. Belə dünya ilə vecimə deyildi. Bu yaşları biraz indi belə özüm peşman oluram ki, niyə itirmişəm. ChatGPT-nin çox sözü xoşuma gəlməsə də bir sözü xoşuma gəlir. Həmişə mən soruşanda ümumiyyətlə komandaya kimləri almaqla bağlı və yaxud da müştərilərlə bağlı hər hansı sualım olanda həmişə önəm verdiyi bir şey var. Mən özüm hələ də onu xoşuma gəlir dediyi bir şey, amma hələ də qəbul etmək istəmirəm ki, həmişə deyir ki, yaş faktoru deyilən bir şey var. Və bəzi şeylər var ki, ona mütləq şəkildə zaman lazımdır. Nə qədər tez başlasan, o qədər tez o etapları keçirsən. Amma doğrudan da 18 yaş sonra təqribən 23-24 yaşda bir olgunlaşırsan. Daha sonra gəlir bu 27 yaş, 28, sonra 30, sonra 33 belə bir 3 ildən bir update gedir. Və onu heç cürə sən qıra bilmirsən də belə deyərlər. Nə qədər psixoloqla da işləsən, coachla da işləsən, sürətləndirə bilərsən, amma oppanı bilmərsən heç vaxt. O çox xoşuma gəlir. Niyə? Çünki ChatGPT deyir ki, okey, bəzi insanlara zaman vermək lazım. Çünki yaşı azdır. Bəzən mən baxıram ki, kimisə komandaya götürmək istəyirəm. 18 yaşı var məsələn. Çox şey tələb eləyirəm. ChatGPT yazır ki, okey, tamam buna zaman lazımdır. 18 yaşında olmur bu şeylər. Zaman lazım, zaman lazım, zaman lazımdır. Axır ki, bugün razılaşdım ChatGPT ilə mən. Bu faktoru da nəzərə alsaq, həqiqətən də tez başlamaq çox yaxşıdır, amma bəzən müştərilər də var ki, 18 yaşında başlayır, amma gözləyir ki, 19-da hər şey olsun onun. Amma belə bir dünya olmur. Bir damcı zaman lazımdır, bir neçə il lazımdır. Bu da zaman faktoru da önəmlidir. Ona görə qurban roluna düşüb tələsməmək dediyiniz kimi çox önəmlidir. Özümüz üçün nəsə bir şey etmək gələcəkdə birbaşa qartopu effekti verir və bir gün ayılırsan ki, uje hər şey dəyişib, amma necə olduğunu özün də bilmirsən. Sadəcə əvvəl yığılıb qalmış bir şeylərin, belə deyək də, etdiyin yaxşı bir şeylərin özün üçün ümumiləşmiş bir nəticəsi olmuş olur. Belə, mən sizə təşəkkür edirəm. Mənə çox maraqlı idi sizdən söhbət, çox xoş idi, çox sevindim. Son olaraq nə demək Sən də. istəyirsiniz? Sizə baxır. Yəqin ki, bu videoya daha çox gənclər baxacaq. Bir cümlə ilə özünüzə məxsus ya da insanlar sırf sizin webinara baxanda nə deyirsiniz? O cümlədən bir şeylər. Öncəliklə bayaqki fikirlərimi dəstəkləyən çox önəmli bir məqamı qeyd etmək istəyirəm ki, məncə həyatda istənilən bir şeyi qazanmaq istəyirsinizsə, ilk addım qurban rolundan çıxmaq olmalıdır. Çünki qurban rolundan çıxan insan avtomatik az da olsa, çox da olsa fərqi yoxdur, fürsətləri görməyə başlayır. Məndə də belə başlamışdı. Sizin Karxanış Bucağı webinarından sonra ilk olaraq onunla başlamışdım məsələn. Və ikinci olaraq isə bunu tövsiyə edə bilərəm ki, yenə də problemlərə yox, çözümlərə fokuslansınlar. Ən azı bir dəfə bunu sınasınlar və görəcəklər ki, necə də işə yarayır həqiqətən də. Bir də mənim yolumda belə bir şey də var idi ki, yəni ümumiyyətlə, yəni coachingi nəzərə almasaq, şəxsi inkişaf yolum 2 ilə yaxın olub və bu dönəm ərzində daha çox yatırımı təlimlərə, şəxsi inkişafa eləmişəm. Daha çox da təlimlərə, daha sonra master coacha qoşulandan sonra anladım ki, fərdi seanslar da çox önəmlidir. Daha sürətli nəticə almaq üçün və demək olar ki, 90% məbləğləri davamlı şəxsi inkişafa yatırmışam və bəhrəsini də həmişə görmüşəm. Yəni belə bir şey yoxdur ki, təlimə qoşulasan, ödəniş eləyəsən və nəsə itirəsən. Əsla belə bir şey olmur. Hətta bəzən belə şey olur ki, deyək ki, həmin təlimin dönəmində dəyişimi hiss eləmirik, amma bir dönəm sonra görürük ki, həqiqətən də
yerinə düşür. Hər şeyin öz zamanı var, yəni bir sözlə. Ona görə də sadəcə prosesə təslim olaraq yatırımlara davam edə bilərlər. Davamlı şəxsi inkişafda qalmaqla əmin ola bilərlər ki, çox şey dəyişəcək. Və belə bir şey də var idi ki, mən təlimlərə qoşulanda daha çox maddi nəticələr gözləyirdim, daha çox pul və sair kimi. Amma görürdüm ki, dəyişimim daha çox mənəvi yöndə olur. İndi amma bunun dəyərini anlaya bilirəm ki, həqiqətən də əgər bu olmasa ilk etapda həmin o maddiyyat gəlsə belə biz onu əlimizdə saxlaya bilmirik. Ona görə də yəni biraz daha axışa buraxa bilərlər, gözləntiləri aşağı sala bilərlər şəxsi inkişaf prosesində və sadəcə bunu deyə bilərəm ki, yəni tərəddüdlərini kənara qoysunlar, qurma rolundan çıxsınlar və fürsətlərə fokuslansınlar. Əla, çox sevindim. Mənə çox maraqlı idi sizinlə. Sağollaşıram. Çox sağ olun. Siz sağ olun.